Ay başınız gecikir və hər dəfə düşünürsünüz ki, yenə stres keçirtmişəm, onunla bağlıdır. Amma həqiqət ondadır ki, aybaşı dövrü təkcə emosiyadan deyil, əsasən hormonlar arası balansdan asılıdır. Beyin, hipofiz, yumurtalıq, oxunun bir növ orqanizmin ritm mərkəzindedir və əgər bədəndə çəkidə ani dəyişikliklər, yuxu pozğunluğu, səyahət həyəcanı, tiroid disbalansı və yaxud insulin dirənci varsa, ovulyasiya bir neçə gün, bəzən isə bir neçə həftə ləngiyə bilir. Yəni bədən sadəcə stres altında deyil, enerji və hormon balansını qorumağa çalışarkən də bunu edir. Endokrin cəmiyyətlərin rəylərinə görə, əgər aybaşı 35 günə qədər gecikirsə və nadir hallarda baş verirsə, bu fizioloji reaksiya ola bilər. Amma gecikmə təkrarlanırsa, bu tiroid hormonları, prolaktin, insulin, cinsi hormonlara bağlı ola bilər və bunların balansının nəzarəti mütləqdir. Qısacası, hər gecikmə problem deyil. Ancaq orqanizmin siqnalını dinləmək mütləqdir. Orqanizm siqnalını dinləməklə ritmin pozulduğunu duyarsınızsa, bu zaman endokrinoloqa yaxınlaşıb ritminizi birlikdə bərpa etməyə çalışın. Özünüzdən müğayət olun və bunu daha faydalı ola bilməsi üçün rəfiqələrinizlə bölüşməyi unutmayın. Sağ olun.